İndi keçdik növbəti turş duzları izah eləməyə. Turş duz. Normal duzlar üçün necə demişdik biz? Tam olmalıdır da. OH ilə H-ın sayı bərabər olmalıdır. Tam neytrallaşma deməli idi. Turş duz, turşular necədir? H-ın sayı çoxdur. H müsbətin sayı bu dəfə çox olacaq OH-dan. Turş duz yaranması üçün mütləq H-ın sayı, çünki turşularla yadınızda saxlayın. H-ın sayı OH-ın sayından çox olmalıdır. Misal üçün, bizə tutaq ki, məsələn, belə bir şey deyim. Natrium OH veriblər, bir də kalium OH veriblər. Sizcə buradan, kalium OH nə idi başlayın? Natrium OH, bir də misal üçün HNO3 veriblər. HNO3. Buradan sizcə turş duz yarada bilərikmi? Xeyr. Çünki bərabərdir. Üstəlik biz turş duzlar üçün bir tərif verəcəyik. Üstəlik də bir tərif vermişik, deyirik. Turşudakı hidrogen atomunun qismən metal atomu ilə əvəz olunması. Turşudakı hidrogenin qismən metalla. İndi fikir verin, HNO3-də hidrogen bir dənədir. Mən onun qismən necə əvəz eləyəsim? 0.5-nə əvəz eləyəsi deyiləm ki. Yəni, əgər hidrogen bir dənə olarsa, bayaqki qayda dedim, turşular, duzlarda bir də gələcəm. Əgər hidrogen bir dənə olarsa, həmin turşu molun nə olur olsun, turş duz yaratmaz. Bax, HNO3, H-xlor, HPO3, yəni bir əsaslı turşular hidrogenin moluna nə qoyursan qoy, heç vaxt turş duz yaratmaz. Çünki turşudakı hidrogen qismən əvəz olunmalıdır. İndi bax, misal üçün, bir də birazdan buna yenə qayıdacağım, tam başa düşəsiniz deyə. Misal üçün, yazıblar natrium OH, bir də H2SO4. Gəlin, buradan turş duz düzəldək. Turş duz düzəltmək üçün hidrogenin birini əvəz edəcək, biri mütləq yerində qalmalıdır. OH-ın biri H-ın birini siləcək. Yerdə nə qalacaq? Natrium HSO4. Vəssalam. Bu olacaq turş duz. Tutaq ki, hidrogenin biraz çox olan turşu qoyum. Natrium OH yazaq, H3PO4 yazaq. Bunu metalla turşu ilə düzəldirlər. Mən birbaş əsasına göstərdim ki, tam rahat olsun sizə. Natrium H2PO4 və yaxud da natrium OH-ın əmsalına 2 qoyub turş duz düzəltsəydi, necə olacaqdı? 2 qoyub. Natrium 2HPO4 olacaqdı. Natrium 2HPO4. Başa düşdük? Natrium 2HPO4. Sonra məsələn, bir əcəndə qoyub, biraz fərqli çətin versiyasını verək bundan nisbətən. Misal üçün, kalsium OH2, H3PO4 veriblər. Kalsium OH2, H3PO4 veriblər. Burada necə düzəldəcək turş duz düzəltmək üçün neyniyək? Ay, sağ ol, kalsium. Amma düzdür, kalsium HPO4, heç aması yoxdur, HPO4. Bir də 2 mol su olacaqdır. İndi uşaqlar, gəlin bunu sadəcə metalın özünə çevirim. Misal üçün, bizə veriblər alüminium metalı. Bir də veriblər, elə alüminium metalını qoyum hələlik kalsium metalı. Kalsium metalı ilə H3PO4 turşusu. Bundan düzəltməkdən ötürü yenə həmin şeydir. Kalsium 2 valentlidir. Kalsium HPO4 yazacağıq. Kalsium HPO4. Metalın özündən də hel olacaqdır. Bu da oldu turş duzlar. Deməli, normal duzlarda dedik ki, hidrogen atomu tam əvəz olunmalıdır. Turş duzlarda deyirik ki, qismən əvəz olunmalıdır. İndi keçirik 3-cü